Bir nəfər dərvişdir, eşidir ki, bir şəhərdə zahid yaşayır. O zahiddən məşhur din alimlərindən biridir. Bu dərviş küzəsini götürür, atır çiyninə, yun geyimdə gəlir ki, zahidi axtarmağa. Ondan bundan soruşur ki, filan kəsin evi hardadır. Gəlir, göstərirlər ki, böyük bir ev var, deyirlər burada yaşayır. Bu deyir ki, mən zahid axtarıram, bu ev nədir, zahiddir hara, bu ev hara filan. Deyir, hələ gəlmişəm, bir çağırım görüm. Mən istəyirdim zahidlə görüşüm, yanılmışam, səhv adamın ünvanını göstəriblər. Qapını döyür, bir nəfər açır, deyirsən filan kəssən, deyir, mən xidmətçisiyəm onun. Deyir, evdə də deyir, bəli. Deyir, mən onu görmək istəyirəm. Deyir, gözlə, gedim deyim. Deyir ki, bir dərviş geyimli bir adam səni görmək istəyir, sizi görmək istəyir. Düşür, gəlir qapıya. Düşür, gəlir qapıya, salamlaşır. Bu da elə onu görən kimi deyir, mən sən filan kəssən deyirəm. Səni hamı zahid kimi tanıyır, belə bir sarayda yaşayırsan, xidmətçi filan. Heç gözləməzdim səndən. Belə ad çıxartmısan, amma həyatın bunun əksinədir. Danışır, danlayır onu, bu alimi, bu dərviş. Alim ona deyir ki, hara gedirsən sən? Yolun haradır, yaxşı, mənlə görüşəndən sonra. Deyir, istəyirəm ziyarətə gedim. Deyir, yaxşı, qapını bağlayır, çıxır. Gedirlər, mən də səninlə gedirəm, ikimiz gedək. Deyir, gedirlər Məmnə ziyarətinə, Kərbəla ziyarətidir, hansı ziyarətdir bilmirəm. Gedirlər, biraz keçmiş bu dərviş dayanır, başına vurur ki, vay, küzəm sizdə qaldı. Gildən bir küzəsi var. Deyir ki, qorxma, qaldı-qaldıdan narahat olma. Qayıdarıq, götürərik. Biraz gedir. Deyir, yox, mən küzəm qalıb, mən onu çox istəyirəm, o mən heç vaxt ayrılmayıb məndən. Bu deyir, gedək, o deyir, yox, bu deyir, gedək, o deyir, yox. Bu ona deyir ki, gördün, məni qınıyırdın. Deyirdin ki, zahidin var, dövləti olar. Ürəyində də filan sözlərdin, ürəyindən də xəbər verir dərvişin. Ki, filan sözləri mənim haqqımda düşündün. Dedim bunları öz-özvə. Mənim evimi gördün, o boyda evim, bəli. Kiməsə tapşırdım, yox. Nəsə dedim, yox. Çıxdım, getdim. Ürəyim qaldı, orada qalmadı, yox. Sənin bir dənə küzon var, ürəyin qalıb, zəhər eləmişsən bizə yolu. Qoymursan yolumuzu gedək. Ziyarətdən səni saxlayır. Ondan sonra deyir ki, mənim əlimdə olan dünyanın, sənin əlində olan dünya, mənim əlimdə olan dünya, səndə olan dünyadan çoxdur, qat-qat çoxdur. Amma səninlə mənim bir fərqim var. Sən ürək bağlamısan, mən bağlamamışam. Dinin zahid, dinin fəlsəfəsi bu dastandadır. Yoxsul olun, bədbəxt biçarə olun, kəsib olun, din belə şey demir din. Din deyir ki, nəyiz olursa olsun, ürək bağlamayın. Ürək bağlamayın. Desələr aradan gedib, həmin o zahid deyir dərvişə. Desələr ki, evin yoxdur, mən yenə narahat olmaram. Amma sən bir küzəyə görə narahatsan. Bəzilərinin dünya malı çoxdur, amma dünyaya rəğbətsizdirlər, bunlar zahiddir. Bəziləri kasıbdır, amma dünya pərəstdir. Bəziləri olmayan dünyalarının quludur. Yoxdur dünyası, amma onun quludur. Bəziləri olmayan dünyası üçün özünü öldürür. Bəzilərinin dünyası var, amma onun üçün əldən ayaqdan getmir. Dünya üçün çalış deyiblər, amma qəlbində yer vermə. Dünya su kimidir, insan bəzən belə misal çəkirlər ki, gəmi kimidir. Suyun üzərində gəmi hərəkət edir məqsədə tərəf. Amma nə badə sudan bir qədəri gəminin içinə daxil oldusa, daxil olanda həlak edir. Dünya da belədir. Onun üzərində hərəkət eləsən, nə qədər sərvətin olur olsa yaxşıdır. Amma ürəyivə gəldisə, başlayacaq səni batırmağa, qərq eləməyə. Din deyir, dünya ilə alicənab davran. Azgöz olma. Azgözlük sənə yaraşmır. Belə olanda mənim dünya azalır, vallahi azalmır. Qətiyyən azalmır. Əksinə çox vaxt artır. Amma artıb azalmağı
Xoşbəxtliyinə təsir eləmir, məsələ bundadır. Heç bir təsir eləmir sənə. Bizə deyirlər ki, xoşbəxtliyinizi bundan asılı eləməyin, bu artıb azalan şeydən. Xoşbəxtlik də artıb azalar. Xoşbəxtlik artmalıdır. Xoşbəxtlik azalmaz. Xoşbəxtliyi heç nə azaltmamalıdır. Elə şeyə bağlanma ki, azalanda xoşbəxtliyin azalsın. Bunu deyiblər bizə, bu köhnə sözdür. Müasir dövrdə, əksinə, müasir dövrdə insanlar elə bunu axtarır, izah eləyən yoxdur. Dünyanın ürəyindən çıxardanda, bunu da deyim, bunu çox adam sizə deməz. Amma mən deyirəm, dünyanın ürəyindən çıxardanda onu daha çox sevirsən, amma düz sevirsən. Allahı sevən adam pulu sevir, bəli, necə sevir? Pul əlinə gələndə deyib, bunu xərcləyəcəm, Allahıma yaxınlaşacam. Bu məni Allaha yaxınlaşdıran vasitələrdən biridir. O şəkildə sevsən, niyə sevməyəsən ki? O şəkildə sevsən. Düz sev, çox sev. Adam sevdiyi ilə görüşə gedəndə o maşınından da xoşu gəlir, yoldan da xoşu gəlir. Düzdür? Həmin maşın ki, onu aparır, istəyir o maşını da qucaqlasın. Həsrət çəkib, məsələn, neçə ildir, sevdiyi bir şəxsin hicranından sonra qovuşacaq indi ona. Hər şey, onu ona çatdıran bütün vasitələr əzizdir. Bəli, dünya sən o məqsədə çatdıran vasitədirsə, əksinə sən dünya pərəstlərdən daha şiddətli sevirsən dünyanı, amma düz sevirsən, düz sevirsən. Şəhidlərin neçəsində həyatında görmüşəm ki, cəmaat biganə keçdi, gülün yanından biganə keçməyib. Dayanıb gülə tamaşa eləyib, ağaca büzür, sevgi ilə baxıb. Çünki Allahın əsəri kimi qəbul eləyib hər şeyi. Allahın əsəri kimi sevib hamısını. Amma birdən pul olmasa, onda necə? Deyərsin ki, yox, Allaha yaxınlaşdıran 100 dənə vasitə var. Bu olmaz, başqası ilə yaxınlaşaram. Çünki mən bunu deyəcəm, indi hamı deyəcək ki, biz vasitə kimi sevirik dünyanı. Deyəndə bir sözü özündən eşidib özüvə qaytarırlar axı. Görsən, filan kəs dedi ki, sevin. Vasitə kimi sevirsənsə, onda əlindən çıxanda narahat olma. Deyən, bu vasitə olmaz, başqa vasitə olar Allaha yaxınlaşmağa. Nə çox vasitə var. Biri də pul ola bilər. Zahidliyin ən aşağı mərhələsi nədir? Haramdan çəkinmək, haramdan keçmək. Ən uca mərtəbəsi nədir? Rizadır. Allahın rizası, Allahdan razı olmaq yəni. Allahın rizasını qazanmaq üçün çalışmaq və Allahdan gələn hər şeyə razı olmaq. Rizanın mənası budur ki, halaldan da keçə biləsən. Halaldan da keçə biləsən. Allah istədiyi yerdə, Allahın razılığı bir şeydə varsa, rahat halaldan keçə biləsən. O mənada yox ki, dünyanın halalından istifadə eləməyəsən. Bəhrələn, evində olsun, maşınında olsun, geyimində olsun, paltarın, hər şeyin xərclə. Amma rahat keçməyi bacar. Bir dənə də sizə söz deyim, sözdən söz çıxır. Görürsünüz ki, bəzi dünyadan olan bəzi şeylərdən keçmək sizin üçün çox asandır. Tez özünüzdən razı olmayın. Biraz nəfsünüzdən şübhələnin. Çünki nəfs çox hiləgərdir. Bəzən puldan rahat keçir şöhrəti üçün. Elə demə mən zahidəm. Bəzilərdə var, puldan keçir şan şöhrət üçün. Pul nə qədər istəyirsən xərcləsin. Demə ki, bu zahiddir, rahat keçir. Özün özünə demə. Deyən ki, mən səni tanıyıram, özümü tanıyıram. Sənin nəsə bir hilon var orada. Burada ki, mən rahat xərcləyirəm, deməli, nəyəsə böyütmək, bəsləmək üçün eləyirəm bunu. Xərcliyim şan şöhrətim artsın. Filan yerdə bulaq dişdirdi, filan yerdə məscid dişdirdi, filan yerdə ehtiyatlı olun ki, bu zöhd deyil. Bu zöhd deyil, zöhddə ixlas olmalıdır. Bəzən xərcləyir ki, şan şöhrət artsın. Ya görsən, dərviş libasındadır, sadə giyinir ki, arif kimi tanınsın. Bu nəfsin riyakarlığıdır, hiləgərliyidir. Qəzəllərimizdə belə zahidləri pisləyiblər. Fikir verin, Azərbaycan qəzəl ədəbiyyatında zahid mənfi mənada işlənir. Amma dini məhfum olaraq müsbət bir anlayışdır zahid. O hiləgər zahidlər, zahid görüntüsündə olanlara deyilir qəzəllərdə zahid. Zahid məni aldatma, zahid falan. Çoxdur da qəzəllərdə belə şey. Hədisdə də var ki, zahidin dünyaya rəğbətindən qorxun.
Yəni ki, özünü zahid kimi göstərənin dünyaya rəğbəti daha təhlükəli olur. O biri aşkar dünyapərəsti bu əbadə-qəbadadır, dərviş libasındadır. Dərviş libasında olan dünyapərəstlərdən qorxun. Onlar daha qorxuludur. Bunun nəyi var? Hamı bilir ki, dünyapərəstdir. Amma o hamının onu bunu nəsihət edir, içində o lazım olmayan şeyləri bəsləyir, böyüdür. Bir yerdə görsən rahat keçir dünyadan, səni aldatmasın. Başqa yerdə 250 cumhur yapışır. Bu nəfsin hilələridir. Zöhd nədir, zahidlik nədir? Dünyanı qəlbdən çıxartmaq, qəlbdən çıxartsan rahat yaşayacaqsan. Zahid İmam Sadiq əleyhissalam belə tərif edir. Deyir ki, Əlləzi yətruku halaləhə məxafətə hisabı və yətruku haraməhə məxafətə əzabı. Deyir ki, zahid o adama deyirlər ki, halalları, haqq hesabın çətinliyinə görə tərk eləyir. Haramları isə əzabın şiddətinə görə. Yəni, halal ruzu qazandısa, tez xərcləyir. Ki, qiyamətdə cavabım olsun, hara verdim bunu, hara xərclədim. Tezin mənası bu deyil, ki, boş yerə xərcləyəsən. Əlbə gəldi, baxmayasan, hara xərcləyəsən. Yox, xərcləməkdə ağıl olmalıdır, hesab kitab olmalıdır, lazım olan yerə xərcləməlisən. Bizim ən böyük bəlalarımızdan biri budur ki, zəngin insanlarımız lazım olan yerə yox, ürək istəyən yerə pul xərcləyir. Adını da qoyur Allaha xatir. Lazımdır bir iş qalıb, ona yaxın düşən yoxdur. Bu deyir, mən bunu eləyəcəm. Sən bax gör, nə lazımdır cəmiyyətə. Nə lazımdır, ona sərf elə. Nəfs burada da qarışır. Dünyanı niyə ürəkdən çıxartmaq lazımdır, sual? Nə üçün? Bir səbəb imandan qaynaqlanan səbəbdir. Hədis buyurur ki, əslü zöhd ər-rəğbətu fîmâ indəllah. Deyir, zahidliyin əsli, əsası Allahın yanında olanlara rəğbət bəsləməkdir. Yəni, əbədi neymətlərə rəğbət bəsləməkdir. Bilirsiniz niyə görə? Sadə məntiqdir. Çox sevdiyin dünyanı Allah deyir ki, qəlil, çox kiçik bir şeydir bu. Ahirəti isə Allah tərifləyir. Bir şey ki, Allah tərifləyir, görür necə yerdir də. Allah belə adam deyil ki, belə bir varlıq deyil ki, məsələn, yersiz nəyəsə şişirtsin. Allah hər şeyin yaradıcısıdır, hamısının keyfiyyət dərəcəsini bilir. Buranı pisləyir, biz yapışırıq, oranı tərifləyir. Buranı tərifləyir. Dünyaya deyir, bu oyuncaqdır. Uşağın əlində oyuncaq kimi. Vallahi uşaqlara baxıb gülürük. O deyir, mənim maşınım belə, mənim atam sənin atandan güclüdür, mənim maşınım belə, mənim filan şey belə. Baxıb gülürük, valla bizdən böyüklər də bizə sadəcə hörmət edir, bizə gülmür. Amma onların günündəyik biz. Biz daha gülməliyik ki, saçlı, saqqallı uşaqlarıq biz. 60 yaşda da uşaq olar. 60 yaşda da hələ həddi buluğa çatmayıb bu. Yetkinliyə çatmayıb, ağlı inkişaf eləməyib. Uşaq kimi qonşusuna fəxr eləyir. Düşüblər bu rəqabətə, deyirlər, böyüklər baxır, ayıltmaq istəyir ki, ayılını ömür qutarır. Ömür qutarır, sən hələ bu şeylərlə varasısan. Bu şeylərlə fəxr edirsən. Geyimi ilə forslanır, o biri nəmlə ilə forslanır. O orada oturdu, yemək yedi, o burada oturdu, o kuruq belə oldu, bu kuruq elə oldu. Bir ömür buna hədər olunur, əksər insanların ömrü. Əksər insanların ömrü. O brenddən giyindi, bu brenddən giyindi. Nə bilim, belədir də cəmaatın həyatının, əksəriyyətin həyatı belədir. Buyurur ki, və mə indəllahi xeyrun və əbqa. Allahın yanında olan daha xeyirli və davamlıdır, qalıcıdır. Bunun üzərində çox deyənməyim. Zahid olmaq üçün, dünyaya rəğbətsiz olmaq üçün bir dənə də dəlil gətir bizə. Müraciət edirik, dinə. Nə səbəb olsun ki, biz dünyaya rəğbətsiz olaq? Bu hədisi oxuyun. Bu isə insani səbəbdir. İmandan gələn səbəb deyil. Adi insani səbəbdir. Hamıya aid olan səbəbdir.
O nədir? Buyurur ki, əhəqqun nas bizzəhadə mən ərəfən nəqsəd dünya. Deyir ki, zahid olmağa, dünyaya rəğbətsiz olmağa ən layiqli adam dünyanın nöqsanlarını görəndir. Bunun üçün iman lazım deyil. İman lazım deyil. Bax gör dünyaya, bax gör könül bağlamalıdır. Allah'ın dini, imanı qoyaq bilir qırağa. Heç inanmamsan heç. Bax bu dünyaya, bunun nöqsanları səni vadar eləsin ki, desən ki, yox əşi, bura könül bağlanması yer deyil. Bunun nöqsanı. Biz necədir? Məsələ, biz insanlar belə yaranmışıq ki, nöqsanlı şeyləri sevmirik. Allah bizi belə yaradır. Çünki özü də belədir. Allah naqis şeyləri sevmir. İbadət dedik kamil eləmə. Nöqsandan xoşu gəlmir. Biz insanlar da Allah fitrəti ilə yaranmışıq deyə naqis şeyləri sevmirik. Nöqsansız şey axtarırıq. Bir şey alanda, maşın alanda nə soruşuruq? Vurulmayıb ki. Niyə deyirik vurulmasın? Ona görə ki, vurulmaq nöqsandır maşın üçün. İstəyirik nöqsansız olsun. Nöqsansız şeyə can atırıq. Bir maşın alanda nöqsansız olduğunu istəyən biz, bəs niyə nöqsanlı dünyanı sevirik? Niyə görə? Cavab bir dənə budur ki, xəyal qururuq. Nöqsanlarını dünyanın özümüzdən gizlədirik. Yaxşı cəhətlərini qabardırıq, pis cəhətlərini görməməzliyə vururuq. Xəyalımızda olan dünya nöqsansızdır, real dünya yox. Real dünya nöqsanlıdır. Bizə deyiblər ki, real dünyanı gör, görəcəksən ki, könül bağlanması yer deyil. Nöqsanlı dünyadır. Bu dünyada hər şey nöqsanlıdır. Gülünün yanında da tikan var. Belə bir yerdir. Mən keçmişdə sizə demişəm, xəyallar qururuq dünya belə, filan yerdə dincələrdik, filan yerdə, məsələn, gedərdik, qalardıq, neynərdik, amma görmürük ki, bəzən keçirik, yol qəzasıdır, 4 dənə meyid uzanıb yolda. Görmüşük də biz, gözümüzü yumuruq, tez keçək buradan, Allah uzaq eləsin. Hamı deyir, Allah ölümü məndən uzaq eləsin. Və kim ölsün? Deyir, sən ölmə, mən ölüm, və kim ölsün? Səndən uzaq, məndən uzaq. Ancaq qonşular ölsün. Qonşular ölsün, mənə izin olmaz. Bu olacaq da bu. Bu olacaq, bu dünyanın nöqsanlı tərəfidir. Bunu görürsən, ona könül bağlamazsın. Dualarda deyir, və ətmim lənə ni'mətək. Deyir, neymətləri tamamla, Allahdan belə dua edin. Biz niyə üçün? Çünki sən kamil Allahsan, nöqsanlı şey sevmirsən. Neyməti bir qədər vermirsən, tamamla. Çünki tamamlamaq sənə xas xüsusiyyətdir. Çünki özün nöqsanlı şeyi sevmirsən axı. Dua edin, din imam, sən sevgisini vermişsiniz mənə, ilahi vermirsən mənə, özünü də ver mənə. Naqis qalmasın da neymət. Tamamla neymət. Qiyamətdə görüşdür mənim imam səni. Bir şah yolla gedir, bir cavan qürurla dayanıb qabağında. Şah deyir, ay cavan, sən məni tanımırsan, deyə bilirəm də şahsan, nə olsun ki? Deyir, bəs bir yoldan çəkilməzlər. Nəsə danışır, cavandan xoşu gəlir. Deyir, buna bir dənə qızıl verin. Qızıl verəndə cavan deyir, yox, mən qəbul eləmirəm bu qızılı. Ne üçün? Deyir, bunu aparsam evə, anam inanmayacaq. Desəm, şah verib inanmayacaq. Deyir, şah adına layiq şey verər. Yəqin oğurlamısan ardınasa. Şah bir dənə qızıl verməz. Deyir, yaxşı, götürür, bir xeyli qızıl verir. Deyir, ayında oldu, götürür, çıxır, gedir. Allahla da belə danışın. Deyin ki, özvə layiq ver. Dualarımızda var ya bunlar. Mənə baxma, mənim ləyaqətimə, özvə layiq ver. Sən Allahsan, mənə baş qoşma. Mənim ləyaqətimə nəzər alma. Sən öz adıva layiq ver. Yadınızda dedim ki, bəlalar sizi dünyadan qopartmasın. Sizi böyük olar. Mən Həzrət Əlinin dilindən deyirəm. Mən kiməm sizə bu sözləri deyim? Məndə o şey yoxdur, ixtiyarım yoxdur bunu deməyə. Amma Həzrət Əlinin dilindən deyirəm. Dedi ki, bəlalar sizi dünyadan qopartmasın. Dünya sizə sərt üzünü göstərməmiş, dünyaya rəğbət bəsləməyin. Bəziləri belə dünyanı sevir, dünya sərt üzünü göstərəndə şok olur. Müasir dövrdə, Dəbdə də bu söz, şok oldum deyir. Şoka düşür ki, mən bundan, bu dünyadan belə şey gözləmirdim. Din bizə deyir ki, əvvəldən bil ki, bu belədir, naqisdir. Yaxşılıqları da naqisdir. Gənclik verilib sənə, cavanlıq aldanma. Cavanlıq qocalıqla əvəz olunacaq. Qocalıq gəlməmiş, deyirən ki, bu müvəqqətidir verilib mənə.
Onda cavanlığın da dadını çıxardacaqsan, qocalığın da. Görməmiş olma. De, vermirsən mənə, ilahi təşəkkür edirəm. Amma nə vermirsən, cavanlıqdır, puldur, evdə, hamısı gedəcək. Mən istəyirəm ki, əbədi gözəlliklər bəxş eləyəsən. Allah deyəcək ki, onda sənin siman həmişə gözəl olacaq, yəni cənnətdə olacaqsan.